Heç fikir vermisiniz? Hər gün maşınla keçdiyimiz yolların altında, üstündə əslində bir texnologiya yatır. Gəlin bugün yollarımızdakı o gizli sensorlardan danışaq. Yəqin ki, çoxumuz qırmızı işıqda gözləyərkən düşünmüşük. Axı bu svetofor mənim burada olduğumu hardan bilir? Sanki bir sehr var, elə deyilmi? Gəlirik, dayanırıq və biraz sonra yaşıl yanır. Amma bunun arxasında sehr yoxdur. Cavab əslində düz təkərlərimizin altındadır. Bəli, səhv eşitmədiniz. Bu sehr deyil, sadəcə çox ağıllı bir mühəndislik həllidir. Bütün texnologiya elə o asfaltın altına, bəzən üstünə, bəzən də kənarına yerləşdirilmiş xüsusi cihazlarda gizlənib. Yaxşı, gəlin görək bu proses necə işləyir. Əslində, bütün bu sensorlar hansı növ olmasından asılı olmayaraq 3 sadə addımlı işləyir. Birincisi, avtomobili hiss edir, yəni onun yaxınlaşdığını və ya üstündən keçdiyini anlayır. İkincisi, bu hissiyatı, yəni fiziki təsiri bir elektrik siqnalına çevirir. Və nəhayət üçüncüsü, bu siqnalı, yəni məlumatı idarəetmə mərkəzinə, məsələn svetoforun beyninə göndərir. Sadədir, hə? Yaxşı, anladıq. Amma bazarda bu qədər fərqli sensor növü varkən, mühəndislər hansını seçəcəklərinə necə qərar verirlər? Bax, bu seçimi anlamaq üçün onların özlərinə verdiyi 3 əsas suala baxmalıyıq. Elə deyilmi ki, hər yol ayrıdır, hər kəsişmənin özünə məxsus bir dinamikası var. Elə buna görə də hər yerə gedən tək bir möcüzəvi sensor yoxdur. Düzgün seçim bir neçə vacib amildən asılıdır. Baxın, bütün sensorları 3 əsas meyarla qruplaşdırmaq olar. Birincisi, hansı texnologiyadan istifadə edir? Yəni, işləmə prinsipi nədir? İkincisi, avtomobillə fiziki təmas qurur, yəni ona toxunur, yoxsa təmassız işləyir. Və üçüncüsü, harada yerləşir? Asfaltın altında, üstündə, yoxsa yolun kənarında? Gəlin birinci kateqoriyadan başlayaq. Avtomobilin mütləq fiziki olaraq toxunmalı olduğu sensorlar. Bunlar, deyə bilərik ki, biraz köhnə nəsil texnologiyalardır, amma hələ də bəzi yerlərdə istifadə olunur. Məsələn, pnevmoelektrik sensor. Bunun işləmə prinsipi həddindən artıq sadədir. Təsəvvür edin ki, yolun üstünə içi hava dolu bir rezin şlanq qoyulub. Maşın üstündən keçəndə nə olur? Təbii ki, şlanqı sıxır, içindəki havanın təzyiqi anidən artır. Bax, bu təzyiq dəyişikliyi də bir elektrik siqnalına çevrilir. Bu qədər sadə. Bu sadəliyin və ucuzluğun təbii ki, bir üstünlüyü var. Amma hər zaman bir amması olur, elə deyilmi? Mənfi tərəfləri daha çoxdur. Mütləq fiziki təmas lazımdır. Bu da o deməkdir ki, zamanla aşınır. Quraşdırması da çox zəhmət tələb edir və istismar müddəti, təəssüf ki, çox qısadır. İndi isə biraz daha maraqlı, material elminin möcüzəsi olan bir sensora keçək. Piezoelektrik sensor. Baxın, bəzi xüsusi materiallar var. Məsələn, kvarts kristalları kimi. Bu materialların super gücü nədir? Onları sıxanda, üstünə təzyiq göstərəndə elektrik cərəyanı yaradırlar. Yəni, avtomobilin ağırlığı özü birbaşa elektrik siqnalı istehsal edir. Möhtəşəm deyilmi? Bu sensorları birbaşa asfaltın altına yerləşdirdiklərindən onlar daha qorunmuş və davamlı olur. Nəqliyyatın sıxlığını ölçmək üçün də əla vasitədir. Amma, yenə bir amma. Temperatur dəyişiklikləri onların dəqiqliyinə təsir edə bilir. Və ən böyük problemi, ən ciddi çatışmazlığı onların sayma üsulundadır. Baxın, bura çox vacibdir. Bu sensorlar maşınları saymır, maşınların oxlarını sayır. Yəni təkər cütlərini. İndi təsəvvür edin, 3 oxu olan, yəni 6 təkərli bir yük maşını keçir. Sistem bunu necə görür? Bir yük maşını kimi yox, 3 dənə fərqli minik avtomobili kimi. Bu da təbii ki, nəqliyyat axını haqqında tamamilə yanlış məlumat deməkdir. Yaxşı, fiziki təmasla işləyənləri gördük. İndi gəlin daha müasir, heç bir fiziki təmas tələb etməyən sensorlara, yəni görünməz dalğalarla işləyənlərə baxaq. Bu kateqoriyada bir neçə fərqli texnologiya var. Amma onlardan biri var ki, o bütün rəqiblərini kölgədə qoyub. Dünyada ən geniş istifadə olunan mübahisəsiz çempion və bu çempion induktiv dövrədir. Yəqin ki, svetofora yaxınlaşanda asfaltın üzərindəki o kvadrat və ya romb şəkilli kəsikləri görmüsünüz. Bax, onların altında bu sistem gizlənir. Asfaltın altına bir neçə dövrə naqil döşənir. Bu naqillərdən axan cərəyan kiçik bir elektromaqnit sahəsi yaradır. Maşınınızın böyük metal gövdəsi bu sahənin üstündən keçəndə sahəni pozur və bingo, sistem sizin orada olduğunuzu anlayır. Bəs niyə bu qədər populyardır? Çünki həddindən artıq etibarlıdır və çox dəqiq işləyir. Təkcə maşının orada olub-olmadığını yox, həm də onun sürətini, hətta zolağın nə qədər dolu olduğunu da ölçə bilir.
ən böyük mənfi cəhəti nədir? Quraşdırmaq üçün yolu, asfaltı kəsmək lazımdır. Bu da həm zəhmətlidir, həm də o yeraltı kabellər zamanla zədələnə bilər. Gəldik fotoelektrik sensora. Bu, yəqin ki, hamımızın ən asan başa düşəcəyi texnologiyadır. Casus filmlərindəki o qırmızı lazer təhlükəsizlik sistemlərini xatırlayırsınız? Eyni ilə onun kimidir. Yolun bir tərəfindən o birinə gözə görünmədən bir işıq şüası göndərilir. Maşın o şüanı kəsən kimi sistem siqnal verir. Bu qədər bəsit. Üstünlüyü odur ki, çox sürətli reaksiya verir, sürəti və istiqaməti də ölçə bilir. Amma ən böyük problemi onun həssas olmasıdır. Yəni, günəş işığı, toz, duman, güclü yağış kimi ətraf mühit amilləri onun işini asanlıqla poza bilər. Bir də yanaşı zolaqlarda gedən iki maşını bəzən ayıra bilmir. Onları tək bir, böyük obyekt kimi görür. Radar texnologiyası isə artıq daha yüksək liqadır. Bu sensorlar ətrafı ya mikrodalğalar, ya da insan qulağının eşitmədiyi ultrasəs dalğaları yayır. Bu dalğalar gedir, maşına dəyir və geri qayıdır. Sistem də bu qaydan dalğanı analiz edərək, maşının təkcə varlığını yox, həm də dəqiq sürətini, məsafəsini, hətta hansı trayektoriyanın hərəkət etdiyini belə hesablaya bilir. Radarın xüsusilə də mikrodalğalı növünün ən böyük üstünlüyü nədir? Hava şəraiti onu qorxutmur. Yağış, qar, duman, o işini görməyə davam edir. Amma bu üstün performansın bir qiyməti var. Təbii ki, həm ilkin qurulum xərcləri yüksəkdir, həm də onları düzgün sazlamaq daha mürəkkəb bir prosesdir. Və son olaraq maqnit sensorları. Bu balaca amma çox effektiv cihazlar birbaşa yolun içinə bastırılır. Onların işi çox incədir. Bilirsiniz ki, yerin özünün təbii bir maqnit sahəsi var. Bu sensorlar da daima bu sahəni izləyir. İndi təsəvvür edin, sizin maşınınız, yəni böyük bir metal kütləsi, bu sahənin üstündən keçir. Nə baş verir? Maqnit sahəsində kiçik bir dəyişiklik, bir pozulma yaranır və sensorda nəhs bu dəyişikliyi tutaraq avtomobili qeydə alır. Bunlar həm ucuzdur, həm də çox az enerji işlədir. Quraşdırılması da asfalta o qədər ziyan vermir. Amma bunların da öz zəif tərəfləri var. Məsələn, saatda 15 kilometrdən daha yavaş gedən və ya tam dayanan bir maşını bəzən görməyə bilirlər. Bir də ətrafdakı güclü elektrik kabelləri kimi kənar müdaxilələr onların işinə mənfi təsir göstərə bilər. Beləliklə, bütün bunlardan çıxan nəticə nədir? Göründüyü kimi ən yaxşı və ya mükəmməl sensor deyə bir şey yoxdur. Hər birinin öz yeri, öz güclü və zəif tərəfləri var. Mühəndislərin əsas işi də məhz budur. Hər bir konkret vəziyyət üçün, istər şəhərin səs-küylü mərkəzi olsun, istərsə də şəhər kənarındakı sürətli bir magistral, ən doğru aləti seçmək. Və bütün bunlar bizi çox maraqlı bir gələcək sualına gətirib çıxarır. Avtomobillərimiz getdikcə ağıllanır, özünü idarə edən maşınlar, bir-biri ilə məlumat mübadiləsi aparan nəqliyyat vasitələri artıq reallığa çevrilir. Bəs belə bir dünyada sadəcə maşın gəldi siqnalı verən bugünkü sensorlar kifayət edəcəkmi? Yoxsa yollarımız da maşınlarımız qədər ağıllı olmaq üçün təkamül etmək olacaq? Bu barədə düşünməyə məncə həqiqətən dəyər.